Salam hörmətli izləyicilər. Bu günləri topa yağış buludlarının inkişafı haqqında və bu buludlar ilk baxışda, səmaya baxanda nəyə oxşuyur? Bu buludları gördükcə biz nə başa düşməliyik? Bunun haqqında danışacağıq. Ümumilikdə, yəni bu barədə onca mən danışıram ki, bu buludların həm real zamanda açıq gözlə görülməsi, həm də bu pH radar sistemlərində və eyni zamanda qlobal modellər bu buludların formalaşması haqqında hansı siqnalları əvvəldən göstərir və real pH və radar məlumatlarının təhlilləri əsasında bu buludlar radarlarda hansı rəngdə, hansı kodlarla göstərilir, o barədə mən danışmaq istəyirəm. Bu fotoda biz baxanda görürük ki, bu foto xarici bir ölkədə çəkilib. Yəni gördüyünüz kimi yaşıllıq bir ərazidir, yəni ağaclar var, otlar var və evlər də var uzaqlıqda. Burada buludun biz, yəni bu topa yağış buludunun artıq inkişafını müşahidə edirik. Bu sistemin inkişafı buradan başlayır və artıq genişlənərək, baxın bu dövcü bunun artıq sönmə hissəsi başlayır. Bu buludun, bu tufan buludunun ən pik nöqtəsi bunun mərkəzi hissələridir, ən güclü hissəsi. Artıq burada bu formalaşır, burada tam güclənir və bundan sonra artıq bu sistem başlayır zəifləməyə. Amma burada bir məsələ var. Həmin bu topa buludunun ardınca əgər başqa bir topa buludu da inkişaf edirsə, onun yaxınlığında, buna artıq tufan kanalı deyilir və yaxud da Leysan kanalı deyilir xarici dillə və tərcümədə yəni belə çıxır da. Sadəcə bir dəmir yolu xətti ilə hərəkət edən bir qatarmı və yaxud da bir böyük bir magistral yolla hərəkət edən bu avtomobillər ki, sıralan gedirlər və o şəkildə bu proses də troposferdəki proses də o şəkildə müşahidə edilir. Yəni qlobal modellərdə o atmosfer təzyiqlərinin o xəttləri ki, baxırıq, görürük. Həmin xəttlərin elə bir ki, o məcazi mənada xəttlərdir. Yəni oradakı hava axınlarının sürəti, istiqaməti haqqında yəni o qlobal modellər göstərir və real zamanda da həmin proses baş verəndə artıq biz buludun inkişafına baxanda artıq biz başa düşürük ki, bu hava axını hardan gəlir və bulud hardan başa inkişaf etməyə. Bu tip buludu biz görəndə artıq başa düşməliyik ki, yaxın saatlarda hava günəşli olsa belə, yaxın saatlarda hava şəraiti dəyişiləcək. Bu tip buludlar Azərbaycanda, yəni iqlim dəyişikliyindən əvvəl daha çox Azərbaycanın Böyük Qafqaz rayonlarında, Şimal Qərb rayonlarında, Gəncə, Qazaxda, Kiçik Qafqazda, Naxçıvanda, Mərkəzi Aralanda və Cəlilabad asırda müşahidə edilirdi. Lakin bu son dövrlərdə artıq, bu son zamanlarda müşahidə edilən iqlim dəyişikliyi ki var, həm təbii iqlim dəyişikliyi, mən bu arada danışmışam, həm də ki süni iqlim dəyişikliyi var. Yəni təbii gedən bir iqlim dəyişikliyi ilə süni iqlim dəyişikliyinin birləşməsi artıq bu iqlim dəyişikliyini qat-baqat daha da artırır. Və nəticədə 2030-cu ilə bu proses daha da artır və bu topa yağış buludları artıq ilin bir sıra dövrlərində formalaşa bilir. Hətta ilin soyuq dövründə belə formalaşa bilir. Çünki iqlim dəyişikliyi artıq başlayıb sürətlənib və əvvəllər Abşeronda bu topa yağış buludları çox nadir hallarda baş verirdi. Yəni iqlim dəyişikliyindən əvvəl çox nadir hallarda biz belə fırtına buludlarını görürdük. Lakin son vaxtlarda artıq hətta Abşeronda belə dolu yağmasını biz görürük. Bu şəkil bulud sistemi onu göstərir ki, topa yağış buludu, yəni bu şəkildə görünür. Açıq gözlə biz bunu görəndə artıq başa düşməliyik ki, yaxın saatlarda hava şəraiti dəyişilə bilər. Lakin bu sistemin hansı tərəfə istiqamətlənməsini bilmək üçün ya açıq gözlə buna bir müddət baxmaq lazımdır, bu hansı tərəfə doğru hərəkət edir, ya da ki bir foto ilə və yaxud da bir video ilə bunu nəzərdə saxlamaq lazımdır ki, bu buludun hansı tərəfə getməyini biz başa düşə bilək. Yəni bunu belə başa düşə bilək. Və yaxud da ki foto çəkə bilmirsinizsə, buludun başlanğıcına biz baxsaq görürük ki, oradakı inkişaf əgər hansı tərəfə gedirsə, deməli bu hava axınına bu bulud həmin tərəfə gedəcək. Deməli əslində topa yağış buludu formalaşanda Abşeronda bu mayın 26-sında yağan dolu nəyə görə 15-20 dəqiqə, bəzi ərazilərdə isə 30 dəqiqəyə qədər yağdı. Yəni onlar artıq niyə olmadı? Niyə 3-4 saat yağmadı? Niyə 3 gün, 4 gün yağmadı? Çünki bu topa yağış buludunun arxasındakı sistem imkan vermədi ki, onun o inkişaf yeri ki var, oradakı artıq bu əlavə buludların yaranması üçün münbit sinoptik şərait yaranmadı. Bunun üçün də böyük bir topa yağışı formalaşdı, Sumqayıt istiqamətindən gəldi və bütün Abşeron yarımadasından keçdi. Təsəvvür edin, bir bulud belə, böyük bir bulud belə Bakı üçün kifayət edirdi ki, ciddi bir təsirləri başladı. Çünki bu artıq supersel bulud idi. Artıq bu topa yağış buludu son dərəcə inkişaf edir və artıq bu supersel buluddan çevrilir və bu da çox ciddi bir təhlükəli bir atmosfer hadisəsinə səbəb olur. Bu barədə mən danışacağam.
Baxın, dəniz üzərində, hətta Xəzər dənizində belə tornado, burulğan hadisələri dəfələrlə müşahidə edilib. Həm balıqçılar tərəfindən çəkilib, həm neftdə işləyən insanlar tərəfindən çəkilib, həm gəmidə işləyənlər tərəfindən çəkilib, həm də sahildə yaşayan yerli sakinlər tərəfindən bu fotolar, videolar çəkilib ki, həqiqətən Xəzər dənizində də tornado hadisələri müşahidə edilir. Yəni deyəndə ki, Azərbaycanda burulğan, tornado, tufan olmur. Bu xəbərlər qədim xəbərlərdir. Bu söhbətlər keçmişdə qaldı. Artıq iqlim dəyişikliyi nəticəsində bu tip proseslərin artıq intensivliyi daha da artdığı üçün artıq Abşeron kimi bir yerdə belə dolu prosesi artıq müşahidə edilir. Deməli, iqlim artıq dəyişilməyə başlayıb və artıq Abşeronda bu yağıntılar artırsa, deməli, quraq iqlim artıq rütubətli iqlimlə əvəz olunmağa başlayıb və bu tendensiya davam etdikcə artıq dolu proseslər tezləşəcək, daha da artacaq. Deməli, bu tufan prosesləri, qasırğa prosesləri daha da artacaq. Yəni bunları artıq bu prosesləri nəzərə almaq lazımdır. Bu prosesdən qorxmaq lazım deyil. Bu proseslərə hazırlıqlı olmaq lazımdır. Yəni ev tikərkən və yaxud da digər bir işlər görərkən bunların hamısını nəzərə almaq lazımdır. Bu topa yağış buludunu gördüyünüz kimi burada geniş bir, şiddətli bir supersel buludu yəni görüntüsünü biz görürük və bir neçə tornado, burulğan proseslərini görürük. Çünki bu sistem çox xassəli bir supersel bulududur. Tərkibində çox xassəli bir topa yağış buludları var və bu sistematik şəkildə inkişaf edir. Bu da ciddi bir fırtınanın dəniz üzərində keçməsini göstərir. Yəni Xəzər dənizində bu formalaşmış bu bulud Abşerona doğru əgər hava axınlarından gələrdisə, artıq Abşeronda ciddi bir dağıntılara səbəb olması gözlənilən bir təbii faciə baş verə bilərdi. Yəni bu riskləri artıq nəzərə almaq lazımdır. Yəni deyirəm, təbii hadisələrdən qorxmaq lazım deyil. Təbii hadisələrə hazırlıqlı olmaq lazımdır. Yəni ona hazırlıqlı olsan, onun sənə zərəri az olacaq, zərərlər daha da azalacaq. Bu fotoda da topa yağış buludunun necə ciddi inkişafını biz görürük. Yəni şəkildə gördüyünüz kimi aşağıdan artıq inkişaf edilir və yuxarıya doğru yüksəlir. Topa yağış buludunun daha ciddi təsirləri o zaman baş verir. Topa yağış buludunun hündürlüyü artıq yəni qalınlığı ki var, o qalınlığı troposferdə 15 kilometr, 17 kilometr keçir bu qalınlıq hündürlüyü. Yəni buludun aşağısından tabanına qədər olan hissəsi nə qədər qalın olarsa o qədər böyük görünür. Ətrafdan baxanda buluda sanki qarlı zirvəyə oxşuyur və onun aşağısı hissəsi də o qədər qalın və qatı olur. Deməli, bu artıq ciddi bir tufan prosesindən xəbər verir. Və bu buludun inkişafı nə qədər şiddətli olarsa, baxanda yəni biz görəndə ki, bu aşağıdan necə qalxır, bu nə qədər şiddətli olarsa o qədər ciddi bir, təhlükəli bir atmosfer hadisələrine səbəb ola bilir. Yəni dolunun diametri, bulud nə qədər şiddətli inkişaf edəcək, topa yağış buludunun daxilində inkişaf nə qədər güclü olarsa, o qədər dolunun diametri iri dənəli olur və o qədər şiddətli leysan yağır və o qədər külək güclənir. Çünki bu isti hava yüksək bir sürətlə hava yuxarıya doğru qalxmağa başlayıb, troposferin aşağı qatlarındakı bu isti hava yüksək sürətlə yüksəlməyə başlayır və bu da buludun yuxarı orta hissəsində donur və dolu prosesi yaranır. Həm də ki, bu sakit bir havada qəfil fırtına olunca qopur ki, artıq bu kəsmə küləkləri ki var, troposferdə əsir, o küləklər bir növ imkan verir ki, artıq bu troposferin aşağı qatlarından yuxarıya doğru, atmosferin yuxarısına doğru dik bir inkişaf başlayır və bu da isti havanın sürətlə yüksəlməsinə səbəb olur. Bu qlobal modellər bunu saatlıq göstərdiyi üçün bu saatın daxilində 10-15 dəqiqə ərzində, 5 dəqiqə ərzində, 20 dəqiqə ərzində bu bulud o qədər ani inkişaf edə bilir ki, qlobal modellər bunun üçün bu prosesləri ya zəif göstərir, ya ümumiyyətlə heç yağış göstərmir, amma şiddətli bir yağış yağır, ya da zəif göstərir. Məsələn, bir qlobal model Bakıda 1-2 mm yağış göstərir, adi bir yəni yağışdır, amma o bulud artıq bu qısa müddətə elə bir sinoptik şərait yaranır ki, oradakı proses çox şiddətli inkişaf edir və nəticədə ciddi bir supersel buludu formalaşır və bu supersel buludu formalaşanda da artıq 10-15 dəqiqə ərzində qəfil bir fırtına qopur, şiddətli leysan, dolu və küləklər müşahidə edilir. Çünki isti hava yüksək sürətlə yuxarı qalxır və troposferin orta qatlarındakı o soyuq havada təbii ki, isti hava qalxdığı üçün onun əvəzinə soyuq hava da artıq yerə doğru enir və bu sürətlə baş verdiyi üçün bu qəfil partlayıcı bir küləklərə səbəb olur. Qəfil bir dolu prosesinə səbəb olur, tufan prosesi başlayır, ildırımlar başlayır ardıcıl olaraq çaxmağa. Baxın, burada da bu dənizdən bu sistemin necə inkişaf etdiyini biz görürük. Dənizdən daxil olan hava axınları ilə bu buludun artıq ilkin inkişafı və tədricən böyüməsi və artıq fırtınanın başlaması işarələrini görürük. Yəni bunlara baxanda biz açıq gözlə artıq biz bilməliyik ki, bu tufan buludu nəyə oxşuyur, nə baş verə bilər. Yəni bu barədə artıq
insanlar daha çox məlumatlı olmalıdırlar. Təbii ki, orta yaş insanlar, xüsusilə də bölgədə yaşayan insanlar bu tip prosesləri görəndə artıq anlayırlar ki, hava dəyişəcək. Lakin yəni bu xüsusilə də internet dövründə, yəni bir qədər internetdə daha çox vaxt ayırırıq, işləyirik internetdə, amma bu məlumatları da biz götürəndə artıq özümüzə xeyir olur, ən azından özünə xeyir olur və yaxud da ən azından kimlərəsə bir havanın dəyişikliyi haqqında bir xəbər verə bilərsən. Yəni 100% bu böyük bir tufan xəbərçisi olmasa da ən azından ehtimaldır ki, yəni belə bir risk var və sən bu riskə hazırlıqlı olmalısan. Yəni bu riski sən nəzərə almalısan. İnsandan əvvəl bu fırtınalar olub, insan yaranandan sonra bu fırtına davam edir və insandan sonra da insan nə qədər var, dünya nə qədər var, bu fırtınalar olacaq. İqlim dəyişikliyi olacaq. Lakin bu proseslərə hazırlıqlı olanda artıq təbii ki, insan artıq daha az zərərlə çıxır və artıq ətrafında da az zərər dəyir. Yəni bu təbii proseslərə qarşı çıxmaq lazım deyil, təbii proseslərə uyğunlaşmaq lazımdır ki, artıq daha az zərərlər baş versin. Burada da artıq topa yağış buludunun şiddətli inkişafını biz görürük. Yəni troposferin aşağı qatlarından bu yüksələn bulud hətta 15-17 km qədər yüksəlir və bu da yuxarıda artıq belə məcazi mənada göbələk formasında bir proses formalaşır. Çünki troposferin artıq ən yuxarı qatı və stratosfer qatına keçid var. Orada artıq bir deməli qoruyucu bir təbəqə var. Məcazi mənada deyim, o həmin qoruyucu təbəqədən o üzə artıq bulud inkişaf edə bilmir. Amma burada bir məsələ də var ki, iqlim dəyişikliyi nəticəsində, yəni belə bir proses dünya politikasında var ki, hətta topa yağış buludu o qədər şiddətli inkişaf edə bilir ki, həmin o troposfer qatındakı o incə çizgini belə deşərək məcazi mənada stratosferə belə çıxa bilir. Vulkan püskürmələri zamanı ciddi bir dağıcı bir vulkan püskürməsi baş verəndə artıq bu proses troposferi keçərək stratosfer qatına qalxır və bu da o deməkdir ki, artıq bu hündürlük 30 km, 50 km keçir. Bu da ciddi bir tufanlara, ciddi bir iqlim dəyişikliyinə səbəb olur. Yəni artıq iqlim dəyişikliyi artıq dünyada daha da sürətləndiyincə artıq bu çox təəssüflər olsun ki, kataklizm, katastrofik bir vəziyyətə qədər çata bilər. Bu da təbii ki, insanlar üçün çox ciddi bir mənfi proseslərə səbəb olacaq. Çünki artıq biz insanlar təbiətə qarşı çıxdıqca, təbiəti belə deyək də, məcazi mənada təbiəti qorumadıqca, artıq təbiət də bizi özü üçün təhlükə görür və insan ki, necə xəstələnirsə, gedib dərman qəbul edirsə, artıq bu xəstəliyi saxlamağa çalışır. Təbiət də artıq, biz təbiəti xəstələndiririk və təbiət də artıq bizdən qurtulmağa çalışır və belə fırtınalar artıq son dövrlər daha da artır və iqlim dəyişikliyi nəticəsində həm təbii iqlim dəyişikliyi, həm də insan amili ilə yaradılan süni iqlim dəyişikliyi, bu təbii iqlim dəyişikliyi ilə, təbii döngülərlə, təbii sikllərlə qarışır və daha da geniş bir proseslərə səbəb olur. Yəni bu barədə mən daha fərqli danışacağam. İqlim dəyişikliyi nəticəsində son dövrlərdə xüsusilə də bu Atlantikdəki proseslər çox şiddətlənib. Şimali Atlantikdə qeyri-adi bir iqlim dəyişikliyi müşahidə edilir. Şimali Atlantikdəki proses təbii ki, Avropaya və Qafqaza da ciddi təsir edir. Yəni hava axınları daha çox Atlantikdən gəldiyi üçün bu şimal yarımkürəsinin formalaşan hava axınları və bu da Atlantikdə baş verən bir dəyişiklik zəncirvari olaraq artıq Azərbaycanda da ciddi bir iqlim dəyişikliyinə səbəb olur və bundan sonra bu proseslərin daha da artması gözlənir. Çünki bu artıq iqlim dəyişikliyi nəticəsində və La Niña'dan Super El Niño'ya sərt keçid müşahidə edilir və Super El Niño'dan sonradan yenidən La Niña'ya sərt keçid ehtimalları var. Yəni bu normal bir vəziyyətdə əgər 1-2-3 il ərzində bu yavaş-yavaş olacaqsa normal bir iqlim fəaliyyətində, amma bu baş verən qəfil dəyişikliyin nəticəsində artıq bu tezləşmə olur. Sanki hər şey iqlimdə, təbiətdə hər şey daha da tezləşir. Yəni biz gün ərzində həm yay yaşayırıq, həm payızı yaşayırıq, həm yazı yaşayırıq. Yəni bu tezləşmə olduğu üçün artıq ilin bu fəsilləri də dəyişilir. Yəni artıq yayın bir anlamı qalmır, payızın, qışın, yazın bir anlamı qalmır. Biliyorsun, avqust ayında şiddətli leysan yağır, hava qəfil soyulur. Artıq bu prosesləri biz görəcəyik. Yanvar ayında biliyorsun, hava qəfil istiləşməyə başlayır. Çünki artıq bu təbiətin artıq tarazlığı pozulub və bu da artıq hava axınlarının, bu orta troposferdəki hava axınlarının dəyişilməsinə səbəb olur və bu da təbii ki, bu siklonların və antisiklonların daha geniş, daha güclü olmasına və daha bəzən bir siklon və antisiklon yavaş hərəkət edir və eyni yerdə daha çox qalır. Bu prosesin nəticəsində 2026-cı ilin martın sonlarından aprel və mayda daha çox
Ona görə Azərbaycan leysanlar yağdı ki, Xəzər dənizi üzərində qeyri-adi bir ekstratropik bir siklon sistemlərinin aktivliyini biz gördük və bu aktivləşmə həm də ki, bu siklonun uzun müddət Xəzər dənizinin üzərində qalması ilə nəticələndi. Yəni artıq bu yağış bir var, bir günə yağsın keçsin, bu proses ilə eyni bir neçə gün, həftə, 10 gün ərzində artıq davamlı olaraq Xəzər dənizi arasında inkişaf etdi. Bu da artıq yağışların Azərbaycanda, ümumilikdə Qafqazda aramsız yağmasına səbəb oldu. Bu fotoda, bu şəkildə isə qlobal modellər ki var. Bu qlobal modellər bu fırtınaları necə bilir, hardan bilir? Bu kompüter proqramları bunu hardan bilir? Bunu biz, yəni bunu mən sizə bildirmək istəyirəm ki, bu şəkildə baş verir. Məsələn, Avropanın ECMWF, yəni Avropanın qlobal miqyasda bir hava tədqiqatları mərkəzi var. Bu Avropanın bu hava mərkəzi həm Avropa ərazisi üçün, həm də qlobal miqyasda dünyanın demək ki, bir sıra əraziləri üçün hava təhlilləri, analizləri yayımlayır və bu işlə məşğuldur. Bu qurum dünyada demək ki, mən deyərdim ki, hətta əsas aparıcı bir hava mərkəzidir. İkinci də Amerikanın Milli Okean və Atmosfer Departamentidir. Birinci əsas Avropanın ECMWF hava tədqiqatları mərkəzi daha ciddi bir, daha dəqiq işini görür. Çünki Avropanın ECMWF hava tədqiqatları mərkəzində superkompüterlər daha çoxdur, daha güclü olduğu üçün onlar daha yaxşı işlər görürlər. Yəni bu modellər bu sistemi necə, hardan bilir? Deməli, model artıq proqnozlaşdırır, təxmin edir ki, məsələn üçün, Şimali Qafqazdan bir dənə ekstratropik tipli siklon sistemi keçəcək. Avropanın şimal-qərbində və qərbində antisiklon bloklanması olacaq. Nəticədə bu rütubətli hava axınları, belə deyək də, Xəzər dənizi arasında formalaşacaq. Deməli, bu Xəzər dənizi arasında əvvəlki dövrlərdə ki, bu kompüter bunu belə götürür. Məsələn üçün, 1990-cı ildən 2020-ci ilə qədər, tutaq ki, baş verən bu proseslər necə baş verib, onu hesablayır. Məsələn üçün, bu ekstratropik tipli siklon sistemi gəlib Xəzər dənizindən keçəcək və bu nəmi orada toplayacaq və nəticədə hava dəyişəcək, soyuq hava nisbətlə toxuşacaq və yağış yağacaq və topa yağış burada formalaşacaq. Onun intensivliyi haqqında bu belə bir, yəni bu model belə işləyir, qlobal model belə işləyir. Bu, elə ki, buludun məcazi mənada bunun rengini çıxarır və artıq bu buludun qalınlığı haqqında məlumatlar götürür. Məsələn, burada bulud bəzi nazikdir, burada bəzi qalındır, tündləşir. Deməli, artıq bu tünd buludun keçdiyi yerlərdə şiddətli yağış yağacaq. Açıq buludun keçdiyi yerlərdə isə arabir qısa müddətli yağışlar yağacaq. Bu model bunu belə hesablayır. Amma modellər niyə bəzən yanılır? Bu da belə baş verir. İqlim dəyişikliyi nəticəsində artıq bu, mən deyəndə ki, bu qlobal modellərin artıq əsas mənbə materialları yenilənməlidir. Bu o deməkdir ki, bu nə deməkdir? Qlobal modellər təbii ki, Avropanın ECMWF hava tədqiqatları mərkəzi də gündə 2 dəfəyə qədər yenilənsə də, bəzi modellər gündə 3 dəfəyə qədər yenilənsə də, burada nə baş verir? Deməli, bunu gündə 2-3 dəfə yeniləməyində bir qəbahət yoxdur. Əsas bundan ibarət, əsas problem oradadır ki, bu modelin alt mənbə modeli, yəni 1991-ci ildən, 90-cı ildən 2020-ci ilə qədər bu iqlim dəyişikliyi götürülüb, həmin o proqram təminatı. O yenilənməlidir. Artıq 1990 yox, artıq 2020-ci ildən 2026-cı ilə qədər, yəni bu 6 illik iqlim dəyişikliyi götürülsə idi, yəni bu yeniləmələr artıq olacaq gələcəkdə. Artıq bu modellər daha dəqiq, artıq bilərdik ki, məsələn üçün, Azərbaycanda dəqiq haçan leysan yağacaq. Amma bu hazırki proses 90-cı ildən 20-ci il, 21-ci ilə qədər olduğu üçün bu aralıq, bu proqram artıq ona görə əvvəlki iqlim dəyişikliyini götürdüyü üçün hazırki iqlim dəyişikliyinin üstünə düşmür. Çünki artıq bu iqlim daha da tezləşib, gün ərzində hava şəraiti bir qədər neçə dəfə dəyişilə bilir. Bu da artıq kompüter burada başlayır səhv göstərməyə. Amma əslində o işarəni bizə verir və bu işarəni artıq dəqiqləşdirmək üçün bir çox regional modellərdən istifadə etmək lazımdır. WRF, yəni LORI dildə desək, VRF modellərindən istifadə etmək lazımdır və yaxud da bir çox regional modellərdən istifadə edərək, məsələn üçün, Rusiyanın Milli Hava Mərkəzi modellərindən, Şərqi Avropanın Milli Hava Mərkəzi modellərindən, bəzən isə Türkiyənin yerli modellərini istifadə edərək artıq biz təqribi bir görürük ki, yəni bu qlobal modellər, yəni Avropanın ECMWF modeli də və yaxud da digər modellər də eyni siqnalı verirsə, artıq deməli, burada nəsə var. Deməli, bir çox modellər əgər eyni şeyi dəfələrlə göstərirsə, artıq burada ciddi bir siqnalı biz alırıq və artıq, amma yenə də əmin olmuruq ki, bu proses hava dəyişikliyi baş verəcək. Bunun üçün də real page və radar məlumat təlləri əsasında həmin gün artıq günün daxilində hava analizləri aparılmalıdır ki, artıq baş verən prosesi biz daha dəqiq anlayaq və onun hara
haraya təsir etməsini başa düşək. Yəni bu Azərbaycan ərazisində Milli Hidrometeorologiya Departamentinin bu radar sistemləri əgər tam olaraq işləsə 2030-cu ilə qədər artıq biz daha dəqiq işləyəcəyik və bu departament daha yaxşı işləyəcək. Çünki bu erkən xəbərdarlıq sistemləri artıq qurulandan sonra ölkə üzrə bir çox radarlar artıq eyni anda 24 saat fasizəsiz işləməlidir ki, bu daxil olan sistem izlənilsin. Həm də ki, bu bəzən belə görürsən ki, Abşeronda bir radar yox, Abşeronda 3 radar qurulmalıdır. Çünki yenə deyirəm mən, həm cənub şərqinin avaqına daxil olur, həm cənubdan, həm şimal qərbdən. Bu bəzən belə görürsən ki, bir radar sistemi kifayət etmir ki, bu buludun rengini çıxarsın. Buludun daxilindəki prosesləri bir radar sistemi kifayət etmir. Bunun üçün də bəzən belə görürsən ki, ciddi bir iqlim dəyişikliyi nəticəsində bunun inkişafını radarlar tuta bilmir. Bunun üçün də bir neçə radar sistemi lazımdır ki, ərazi bazı olsa da onun hər tərəfli bir analiz aparılsın. Həm də ki, radar sistemləri, meteoroloji radar sistemləri həm yerdən atmosferə doğru rengini, buludun rengini çıxarır, pech sistemi də yuxarıdan aşağıya doğru rengini çıxarır. Deməli, bu artıq ikisinin birləşdirilmiş şəkilləri, videoları, materialları artıq daha dəqiq, daha yüksək bir mənbə göstərir ki, artıq hava şəraiti daha dəqiq harda necə dəyişiləcək. Baxın, bu sistem artıq supersel sistemidir və ciddi bir artıq hava dəyişikliyindən xəbər verir. Mayın 26-sında Abşeronda da bu tip, buna oxşar bir proses baş vermişdi və nəticədə Abşeronda artıq bu doludan əvvəl Sumqayıt istiqamətdən bu tip buludlar, buna bənzər bir bulud gəldi və bu da ciddi bir tufana səbəb oldu. Əgər bu buludun arxasında digər buludlar da inkişaf etsəydi, artıq bu tufan yarım saat yox, 1 saat və daha çox davam edəcəkdi. Yəni aramsız yağışlar bunun üçün yağır ki, bir görürsən ki, 2 gün, 3 gün dayanmadan yağış yağır. Çünki bu topa yağış buludun arxasında inkişaf, dəstək davam edir və dayanmadan artıq bu zəncirvari şəkildə orada bulud inkişaf edir, sönür, inkişaf edir, sönür və necə bu yağışlar aramsız yağır. Artıq iqlim dəyişikliyi nəticəsində bu siklonlar bəzən görürsən ki, eyni yerdə qalır, yəni yavaş hərəkət edir. Nəticədə bu yağıntılar da eyni ərazidə bir gün daha çox yağmağa başlayır. Deməli, məsəl üçün, qlobal model göstərir ki, məsələn, bu sistem, məsəl üçün, Azərbaycandan keçəcək, məsəl üçün, amma bu radar sistemi artıq faktiki olaraq göstərir ki, yəni, bu buludun qalınlığını biz radarlarda artıq bunun tüm informasyonu görürük. Yəni, biz radara baxanda, pech və radar sistemlərinə baxanda biz görürük ki, artıq bu buludun rəngi əgər tündləşirsə, deməli, bu o demək ki, artıq bu buludun qalınlığı daha çox qalındır. Yəni, artıq radarda görünən bu buludun rəngi nə qədər tünddürsə, nə qədər artıq qırmızı rəngə yaxındırsa, sarıdırsa, qırmızıdırsa, bənövşəyidirsə, artıq bu ciddi bir fırtınadan xəbər verir. Yəni, mən bunu müşahidə etdim ki, həm 14 aprel 2026 tarixindəki bu, baxın, bu foto 14 aprel 2026 tarixindəki ildırım dolu prosesini göstərir. Sumqayıt istiqamətindən bu sistem gəldi. Sumqayıt istiqamətindən bu sistem gəldi və Abşeron arasına doğru yayıldı və bu sistem, baxın, bu şəkildə görünürdü radar pech görüntülərində. Yəni, ciddi bir topa yağış buludu vardı, amma bu sistemin əsas böyük bir hissəsi dənizdən keçdi. Abşerondan keçsəydi, ciddi bir, daha dağıcı bir hava hadisələri baş verərdi. Baxın, bu da bunun növbəti görüntüsüdür ki, baxın, bu şəkildə gəlib keçdi bu sistem. Deməli, biz artıq bu məlumatları daha da dəqiqləşdirmək üçün biz belə eləməliyik ki, həm Avropanın ICMW, yəni Avropanın hava təhlükəsizliyi mərkəzinin modellərinə baxmalıyıq, qlobal modellərinə, həm də ki, meteosat peşlərinin ən son məlumatlarına baxmalıyıq. Bu məlumatlar üst-üstə düşəndə artıq bu hava dəyişikliyi haqqında daha dəqiq məlumatlar artıq biz əldə etməyə başlayırıq. Və bu radar məlumatları da artıq işləyəndə də bu radarlar da bizə kömək edir ki, bu sistem daha çox hardan keçir, bu barədə məlumatlar veririk. Daha doğrusu, dolu yağacaq deyəndə bu proses 100% o demək deyil ki, dolu yağacaq. Bu bir xəbərdarlıqdır. Bu buludun trayektoriyası dəyişilə bilir. Çünki qlobal modellər, bayaq dediyim kimi, biraz bundan öncə dediyim kimi, qlobal modellər bu sistemin təxmini hərəkətini göstərir, trayektoriyasının təxminini göstərir. Çünki iqlim dəyişikliyi nəticəsində 91-ci ildən 2020-ci ilə qədər olan müddət götürülüb bu qlobal modellərdə, bu yaddaş, yəni kompüterdə elə qalıb. Bu artıq 2020-dən 2026-ya qədər olan iqlim dəyişikliyini göstərmir. Əvvəlki iqlim dəyişikliyini göstərdiyi üçün, elə hesabladığı üçün bu sistemin gedişini də əvvəlki şəkildə hesablayır. Amma ona görə bu zəif sistemlər qısa müddətdə güclənir. Yəni bunun səbəbi budur. Bu barədə daha ətraflı məlumatlar kanalda qarşıdakı günlərdə yayımlanacaq.